Zərgər Vüqar Xudaverdiyev Bakının Maşağı qəsəbəsində, Dəmirçi ailəsində anadan olmuşam. Zərgərliyə uşaq vaxtlarında həvəs olub, çünki ailədə metalla işləyən olub, yəni dəmirçi olublar və mənim də həvəsim olub, yəni metalla işləməyə və beləliklə zərgərliyə həvəs əmələ gəlib. Bilirsiniz, lap qədim dövrlərdən yəqin ki, dəmir, ondan sonra tunc, mis, yəni bu metallardan istifadə olunub. Ondan sonra isə yəqin ki, nəcib metallara, yəni qızıl və gümüşə müraciət olunub. İndi hal-hazırda da qızıl və gümüşdən ibarətdir bütün zərgərlik işləri. Ancaq məndə yaradıcılıq mislə də var, yəni gümüşlə də var. Əsasən gümüşdür. Bir də deməli dünya etnoqrafik formalarından istifadə edirəm. Yəni Afrikadır, Hindistandır, Amerika şamanlarıdır. Ondan sonra isə ən son yaradıcılıq isə mistik formalardır, mistika ilə bağlı formalardır. İndi artıq cüzi bir miqdarda Azərbaycan milli formalarına detallar görünür. Əsasən qarışıqdır artıq, yəni qarışıq. Kosmik formalardır, yəni ünsürlərlə bağlı formalardır, göy, astronomik cisimlərlə bağlı formalardır. Bir də ən əsası dini formalar. Çox vaxt öz əksini tapır mənim işlərimdə. Hal-hazırda tələbələrim də var. Bayaq, necə deyim, mən sənətdə hansı inkişaf mərhələlərini keçmişəmsə, çalışıram tələbələri də bunu mənimsəyim. Yəni, onlar da çox həvəslə öyrənirlər. Düzdür, biraz çətin də onlar üçün, biraz sistemim çox çətin gəlir. Amma gec öyrənsələr də, amma öyrənirlər. Dizayner hazırlamaq üçün mütləq rəssamlığı bilmək lazımdır. Əks təqdirdə formalar heç də komfortla olmayacaq, yəni ki, gözəl baxılmayacaq estetik baxımdan, yəni ki, göz oxşamayacaq. Mütləq rəssamlığı bilmək lazımdır. Bir də əsasən mütləq tarix, bu ədəbiyyat, bunları folklor, ən vacibi etnoqrafiya, bunları mütləq dəqiq yiyələnmək lazımdır ki, formalar, yəni demək istəyirəm ki, yaratdığım formalar daha da məlumatlı olsun. Məlumatlı olduqca insanlar daha da xoş gəlir. Bir zinət əşyasını hazırlamaq üçün baxır onun həcminə. Əgər yəqin ki, çox detallardan ibarətdirsə, bu mütləq uzun müddət çəkəcək. Yəni ki, hazırlamaq, hardasa 20 gün, 1 ay. İş var, məsəl üçün 1 il çəkir, iş var 6 ay çəkir. Kompozisiyanı hazırlayanda fikir formalaşır. Fikirdən sonra bu eskizə çevrilir. Eskizdən sonra layihələşir. Layihədən sonra isə yəni ki, layihə əsasən metala çevrilir. Yəni beləliklə yəni ki, əsər formaya çıxır, formalaşır. Milli atributlardan ibarət zinət əşyalarına maraq var. Baxır sənətkarın onu hazırlamağına. Əgər sənətkar onu zövqlə hazırlayırsa, mütləq o müasir səslənir, ya baxılır. Yəni ki, mən şəxsən bunu qəbul edəmirəm ki, bu 16-cı əsrin formasıdır, ya 12-ci əsrin formasıdır, ya ən müasir dövrün formasıdır, yox. Yəni ki, baxır, qəbul olunursa müasirdir. Azərbaycan zərgərliyində əsasən bəzək əşyaları bir neçə növə bölünür. Yəni ki, baş bəzəkləri, sinə bəzəkləri, barmaq və əl bəzəkləri və eyni zamanda paltar bəzəkləri və kəmərlər. Bunlardan ibarətdir. Yəni cüt qabaqlar var, qədim zamanlarda istifadə olunub. İndi hal-hazırda ondan istifadə olunmur. Kəmərlərdən çox nadir hallarda istifadə olunur. Amma qədim boyunbağları çalışırıq ki, tətbiq edək və qolbağlar da, üzüklər də onlar tətbiq olunur.